Tamam, belə bir sual paylaşmışdıq. Neçə məqamda yanlışlığa yol verilmişdir? Kim sualı görməyibsə videonu saxlayaraq suala baxsın, cavabını müəyyənləşdirsin, daha sonra keçək bizim izaha. Heç işləmədiyiniz tiplərdəndir, yeni bir tip sual təqdim edirik. Yenə də, yəni cədvəl olsa da, cədvəlin qarşısındakı xanalar görürsünüz ki, simmetrik deyil. Məsələn, Əl-Abbasla Mir Qasımın kəsişmə yerində yazılıb ki, peşəsini sevirdi. Mir Qasımla Koroğlu üçün yazılıb ki, atına dəyər verirdi. Bunlara diqqət etmək lazımdır. İndi baxaq, bunların hansı doğrudur, hansı yanlışdır. Əl-Abbasla Mir Qasım üçün yazılıb ki, peşəsini sevirdi. Hər ikisinə aiddirmi? Doğrudur. Mir Qasım da meşəbəyi idi, meşəbəyiliyi sevirdi. Əl-Abbas da usta idi, ustalığı sevirdi. Bu doğru. Mir Qasımla Koroğlunun kəsişməsində yazılıb ki, atına dəyər verir. Bu fikir də doğrudur. Koroğlu üçün də at, qırat bilirsiniz nə deməkdir. Mir Qasım da atı üçün necə əziyyət çəkir, təngnəfəs gedir. Hətta hər ikisinə qarşısındakı deyir ki, bir atına olan şeydə də bu qədər özünü öldürürsən. Daşdəmir də Mir Qasıma deyir, Həmzə də deyir Koroğluya ki, bir at nədir ki? Deməli, atına dəyər verir, doğru fikirdir. Koroğlu ilə Zal üçün yazılıb ki, arvadı ilə fikir ayrılığına gəldiyi məqam var. Bəli, Koroğlu ilə Nigarla fikir ayrılığına gəldiyi məqam var. Dərs izahlarında da demişdik ki, Nigar həmişə Koroğlunu müdafiə eləmir, belə deyək, haqqı müdafiə edir. Koroğlu haqsız olanda ona qarşı çıxır. Arvadı da Zala deyir ki, bu dövlətçi sənlik deyil. Nə yaşına yaraşır, yaşından nə şapka yaraşır, nə şaşka yaraşır. Bırax bu işi, o da deyir ki, yox. Deməli, bu da doğrudur. Sonra, həm Zal üçün, həm Qurbanəli üçün yazılıb ki, nitqində varvarizmlərə yer verir. Doğrudur. Həm Zal deyir o bomba tapanda güya ki, bomba rabatay, Don Feyzullah bomba rabatay. Bu birisi də məsələn, malades sabak, bu cür sözlər işlədir. Deməli, bu da doğrudur. Sonra, Rüstəmlə Qurbanəlinin kəsişməsində yazılıb ki, nökərləri ilə övladı kimi davranır. Bunu Rüstəmə aid edə bilərik, amma Qurbanəliyə aid edə bilmərik. Qurbanəli heç kimlə övladı kimi davranmır. Nökərləri ilə də kobud davranır. Deməli, Rüstəmə aiddir, Qurbanəliyə aid deyil deyə bunu ortaq kimi yaza bilmərik. Bu yanlışdır. Bizə deyir ki, neçə məqamda yanlışlığa yol verilir? Bir məqamda. Düzgün cavab 1. Bu tipdə suallardan ibarət sınaq paketlərimiz var. Yüzlərlə paketdir, minlərlə sualdır. Həm suallar, həm izahlar. İmtihana az qalmış bu cür sualları işləyib imtihana gedə bilərsiniz. Suallar haqqında, sınaq paketləri haqqında, ödəniş